ölüm haqqdır bax. Burada yandırırlar çoxsunu. Görürsüz belədir bax burada. Yandırırlar, külünü qoyurlar ora. Görürsüz. Yandırırlar, külünü belə qoyurlar ora. Çoxsu belə eləyir burada Avropada. Görürsüz. Külünü yığırlar və bunlar çoxdular. Allah burada yatanlara rəhmət eləsin. Belə bir qəbirstanlıq, görürsüz. Burada yəqin bir uşaq ölübdür, görürsüz. Belə bir qəbir var. Yəqin bu uşaq qəbridir. Gəlin də. Gəlin qəbirstanlığa çağırıram sizi, qəhbənin balaları, gəlin. Gəlin hə, mənim dalımda killer göndərən anası arvadı qəhbələr. Bir kişi ki öz namusunu qoruya bilmir bu hakimiyyətdəki kimi. Sizin olmayan namusunuza soxum. Siz İlhamı Mehribanı necə qoruyacaqsınız? Hə? Demişsiniz belədir. Gəlin görüntülü bax belə yığın məni. Özünüzə güvəniniz yoxdur. Hə? Və açıq tekstdən deyirəm ki, Azərbaycan xalqının, Azərbaycan vətəndaşının, Azərbaycan körpəsinin, qazisinin haqqını yeyən Azərbaycan generalları, Azərbaycan millət vəkilləri, prezident aparatında oturanlar, İlham Əliyevdən başqa. Bir də vitse-prezident Mehriban Əliyevadan başqa. Baxın, İlhamla Mehribanın xəbəri yoxdur. Mən də hələ belə gedirəm də. İlhamla Mehribanın xəbəri yoxdur. Hər şeyi Ramiz Mehdiyev eləyibmiş. Anası qəhbə, arvadı qəhbə. Baxın, cəsarəti çatan, Azərbaycan xalqının haqqını yeyən məhkəmə hakimləri, prokurorlar, icra orqanları, polis rəisləri, nazirlər, sonra kim deyim, DTX işçiləri, generallar, şobla-yoblalar yox ha, üzdə olanlar, başında dayananlar. Ay bu mavindir, bu nə bilim əməliyyatçıdır yox ha. Özünüz, ünlülər, başda dayananlar, Anar Ələkbərov, prezidentin köməkçisi, Hikmət Hacıyev, prezidentin köməkçisi, Altay Həsənov, gör hardan başlayıram. Altay Həsənov, Ramiz Mehdiyevin funksiyasını yerinə yetirən, Fuad Ələsgərov, Kamran Əliyev, Vilayət Eyvazov, Bəylər Eyyubov, Cavid Qurbanov, Zakir Qarolov, Rüstəm Yusubov, Pettux Xınabaş, Ramil Yusubov. Hamımızın arvadlarımızın, qızlarımızın ağzına verəcəyik, darıxmayın. Götübüt çatır, özünüz. Gəlin, zəng eləyin görüntülü. Deyin ki, Elşad, mən buradayam, sən mənim arvadımın ağzına vermisən. Gəl söhbət eləyək. Özünüz gəlin. Killer göndərməyinə, qeyrətivizə soxun. Ay arvadlarınızın dilinin üstünə qutarım. Mavin də göndərməyin. Mən demirəm ki, İsveçriyə gəl, burada bir idmançı dostum var, gəlin o ilə söhbət eləyin. Aydındır? Mən deyirəm ki, mənəm, gəlin mənimlə söhbət eləyin. Yox, mən vilayətəm, sənin dalınca bir əməliyyatçı göndərirəm. Dünya çempionudur, Azərbaycanın qeyrətli oğludur. Vilayətin qeyrətini çəkir. Ya da Cavid Qurbanov. Mən ermənisi də əmmişəm. Əlimin altında yaxşı killerlər var, pullu. Onu göndərirəm. Bir o ilə görüş, mənim adamım var. Bir ona orada görüşə bilərsən. Bu detski söhbətdir. Yox, görüşə bilmərəm. Mən özünüzü gözləyirəm. Gözləyirəm ki, pervistresin gələsiz arvadlarınızın ağzına verim. Aydındır, özünüz və gəlməyənə kimi və mənim işim düzəlməyənə kimi də hər gün sizi peysər çıxardacam. Hər gün belə canlı yayım açıb arvadlarınızın, qızlarınızın ağzına verəcəm. Siz də baxıb peysər atacaqsınız və tez bir zamanda yaradın orada. Şən və hazır cavab peysərlər qrupu yaradın. O yaratmışdı. Milyarderlər İttifaqı. Milyarderlər İttifaqı deyir, onlar da yaman ilhamsevər olub. Arada deyir, o milyarderlər də atışırlar ki, kimi aradan götürək, İlhamın gözünə girək. Belə deyirlər, onun əsası faktım yoxdur. Amma and olsun Allaha, bax, yeni qoşulanlara deyirəm, and olsun Allaha, Cavid Qurbanovun anası Şəmkir erməni.